İndi gəlin biraz da irəli gedək və bu sistemin bizi necə ustalıqla bir tələyə saldığını görək. Çox maraqlıdır. Müasir iqtisadi sistem hər kəsi güya tam azad etdiyini iddia edir. Yaxşı, bəs necə oldu ki, biz bu qədər azadkən birdən-birə öz-özümüzü amansızcasına istismar edən qullara çevrildik? Bunun adı özünü istismar mexanizmidir və inanın ki, bu günümüzün ən acı, ən dəhşətli reallığıdır. Baxın, keçmişdə necə idi? Başımızın üstündə əlində qamçı duran bir ağa ya da bizi saatlarla işləməyə məcbur edən sərt bir fabrik müdürü var idi. Biz də bilirdik ki, düşmən odur. Amma Han deyir ki, indi o xarici ağalara ehtiyac qalmayıb. Çünki biz artıq özümüzün sahibkarı, özümüzün müdürü olmuşuq. Heç kim gəlib bizə bunu et demir. Biz tam azad olduğumuzu düşünürük. Amma əslində könüllü şəkildə, həm də əvvəlki dövrlərdən qat-qat amansızcasına özümüzü istismar edirik. Və ən pisi də odur ki, bu istismar içimizdəki azadlıq hissi ilə birlikdə gəldiyi üçün təsiri dəhşətli dərəcədə böyük olur. Yeri gəlmişkən, indi məni dinləyən hər kəsdən xahiş edirəm, şərhlərdə səmimi şəkildə yazın. Siz də həyatda uğur qazanmaq, hədəflərə çatmaq xatirinə bəzən özünüzü heç bir mərhəmət etmədən istismar etdiyinizi hiss edirsinizmi?